Ermənistan vətəndaşı təqsirləndirilən Ruben Vardanyanın açıq keçən məhkəmə iclasında bir qrup zərər çəkmiş ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev onları məhkəmənin tərkibi ilə tanış etdi. Hüquq və vəzifələri barədə məlumatlandırdı. Ardınca təqsirləndirilən Ruben Vardanyan və onun vəkili Abraham Berman məhkəmə kollegiyasına etiraz etdilər. Təqsirləndirilən şəxsin müdafiəçisi Abraham Berman etirazı əsaslandıran zaman əvvəlki məhkəmə proseslərində verilən çoxsaylı vəsatətlərin bir qisminin təmin olunmadığını, eləcə də hazırki vaxtda da olan bütün məhkəmə iclas protokolları ilə tam tanış ola bilmədiklərini qeyd edərək, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu dedi. Bu səbəbdən məhkəmə kollegiyasına etiraz etdiklərini bildirdi. Ruben Vardanyan da etirazı müdafiə etdi. Dövlət ittihamına müdafiə edən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək dedi ki, qeyd olunan məsələlərlə bağlı məhkəmə əvvəlki proseslərdə artıq mövqeyini bildirib. Əlavə etdi ki, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müdafiə tərəfinə lazımi şərait yaradılır. Vüsal Əliyev həmçinin bildirdi ki, ümumilikdə bu cür əsaslar, yəni müdafiə tərəfinin vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmaması, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması qənaətinə gəlməyə əsas verə bilməz. Prosesdə iştirak edən zərər çəkmiş şəxslər də məhkəmədən etirazın təmin olunmamasını xahiş etdilər. Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə getdi. Müşavirədən sonra müdafiə tərəfinin etirazlarına dair məhkəmə qərarı elan edildi. Qərara əsasən etiraz baxılmamış saxlanıldı. Belə ki, iclasa sədrlik edən qərara əsaslandıran zaman qeyd etdi ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib. Sonra zərər çəkənlər məhkəmədə ifadə verdilər. Zərər çəkmiş Nurlan Bağırov, Vüsal Eyyubov, Cavanşir Sultanov, Şamil İsrəfilov, Seymur Ağakərimov bildirdilər ki, Kəlbəcərdə hərbi xidməti yerinə yetirərkən yaralanıblar. Həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin təxribatı ilə qarşılaşıblar. Hadisə zamanı 14 hərbiçimiz şəhid olub. Onlarla bərabər digər döyüş yoldaşları da yaralanıb. Zərər çəkənlər dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayevin suallarına cavab olaraq bildirdilər ki, həmin vaxt düşmən müxtəlif tipli iri çaplı silahlarla mövqelərimizə hücum edib. Ümumiyyətlə isə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri mütəmadi olaraq işğaldan azad edilmiş Azərbaycanın suveren ərazilərinə müxtəlif tipli iri çaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Silahlı Qüvvələri isə vaxtında bütün təxribatların qarşısını alıb. Məhkəmədə həmçinin Ermənistanın mina terrorundan zərər çəkənlər, Ermənistan Respublikasının vaxtı ilə işğal etdiyi Azərbaycanın suveren ərazilərində bastırdığı müxtəlif tipli minaların partlaması nəticəsində xəsarət alanlar ifadə verdilər. Zərər çəkmiş Taciəddin Kərimov həmin vaxt Tərtər rayonunun inzibati ərazisinə daxil olmuş. Hazırda isə Ağdərə rayonuna aid olan Talışkənd istiqamətində mina partlayışı zamanı yaralandığını dedi. Bildirdi ki, həmin vaxt onlar azad olunmuş ərazilərdə təminat yolu açmaq üçün sahənin minalardan təmizlənməsi prosesi ilə məşğul olublar. Növbəti minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib və o yaralanıb. Zərər çəkən Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında bildirdi ki, həmin sahədə 59 mina zərərsizləşdiriblər. Aşkarlanan minalar son illər bastırılan və Ermənistanın istehsal etdiyi minalar olub. Zərər çəkmiş Vaqif Babayev isə məhkəməyə ifadə verdi ki, o, Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin əməkdaşı kimi xidməti vəzifəsini yerinə yetirən zaman Zəngilanda tank əleyhinə mina partlayışı zamanı xəsarətlər alıb. Zərər çəkən dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistanın mina terrorundan daha çox günahsız mülki insanların əziyyət çəkdiyini söylədi. Qeyd edək ki, məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verir. Zərər çəkmişlər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırdılar.
Məhkəmə iclasında zərər çəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri də elan olundu. Məhkəmənin növbəti iclası mayın 6-sına təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzdulluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.